Salam. Bugün Fuzulinin 7-ci qəzəliyik və qəzəldə olan bəzi məqamları mən izah edəcəyəm. Birinci qəzəlin düzgün oxunuşu, sonra çətin sözlərin anlamı və sonra da qəzəldə olan bəzi məqamları mən açıqlayacağam. Azərbaycan dilində nəşr olunan divanda bəzi səhvlər var. Birincisi bu ki, rədif mana yazılıbdır, halbuki bənadır. Yeri gəlmişkən Türk dilində əski Orxun Yenisey yazılarından ta gəlginən mən baxırdım, Şah Abbasın məktublarından, Nadir Şah Əfşarın məktubları, hətta Qacar padişahlarının məktublarına Türk dilində baxırdım. Bizdə iki cür n vardı. Birincisi adi n-dir, ikincisi n ilə q arasında belə bir, yəni onların birləşməsi ilə yaranan bir səs vardı. Ona nazal n deyilir, sağır n deyirik, nazal n deyirik. Həmən nasal. Əslində İspan dilində də bu vardı, İngilis dilində də bu vardı. Yəni onlarda da məsələn tutalım sing sözü, dikşinəriyə baxsaz belə yazılıbdır. Yəni n ilə q birlikdə yazılır. O nazal n-dır. Və bizdə də həmişə olubdur. Ta Türkiyədə 1938-ci ildə və Azərbaycanda da elə keçən əsrdə biz nazal n-yı bütünlüklə alfabetimizdən ləğv elədik. İndi heç onu düzgün də tələffüz eləyə bilmirik. Əlbəttə başqa hərflər də vardılar ki, əski türkdə olubdur. Amma indi onları işlətmirik. Məsələn, bizim iki tür ü səsimiz vardı. Ya bir tür başqa cürə tələffüz olunan ğ-ya yaxın bir səs vardı. Onları da alfabetimizdən çıxartmışıq. Mərkəzi Asiya türklərində o qalıbdır. Məsələn, Mərkəzi Asiyada deyəndə min, yəni ata min. Amma min, n. Bu səs olsa, yəni min rəqəmini deyir. Və qonşudakı n, qonşu. Biz indi qonşu deyirik belə. Halbuki o başqa cürə n. İndi bu şeirdə də çoxlu yerlər vardı, nazal n işlədibdir. Mən oxuduqca onları əvvəla düzgün tələffüzü ilə oxuyuram və o nazal n-ları da diqqətdən keçirəcək. Kargər düşməz xədəncey tənəyi düşmən bana. Görürsünüz bu n-k yazılıbdır. Ərəblər ona deyirlər nun-u kafi türki. İndi biz onu n tələffüz edirik. N. Halbuki o n-dır. Bana. Kisrət-i peykanın etmişdir. Yenə də peykanın sözünə burada diqqət eləsəz, nazal n-dir. Kisrət-i peykanın etmişdir dəmirdən təm bana. İymənəm səncey məlamətdən. Mən baxıram bunu yazırlar eymənəm. Eymən deyil, o iyməndir. Əmnəmanlıq sözündən gəlir. İymənəm səncey məlamətdən kimalub çevrəmi. Oldu zəncir-i cünun bir qəl'e-i ahəm bana. Ondanam rusva ki seylab-ı sirişkim çak edər. Zəxm-i tiğin qanı geydirdikçə pirahəm bana. Burada da zəxm-i tiğin n nazal n-ydı, ya sağır n-dır. Dəm-bədəm şəm-i cəmalından münəvvər olmasa, ey gözüm nuru, gərəkməz didə-i roşən bana. Burada cəmalından, n yenə də orada, birinci n cəmalın o nazaldır, o sonuncu dan n-yı adınıdır. Heç məskəndə qərarım yoxdurur, oğlu zövqdən kim
qaçan xakê səri çuyin ola məskən bana. Başda bir sərvey, baxın burada yenə də divanda səhvən yazılıbdır. Başda bir sərv o sənubər vəslinin sevdası var. Sərv də sənubər də hər ikisi uca boylu ağacdılar. Yəni bu mənasız bir söz alınır. Burada mənası yoxdur. Halbuki bunun düzgün əl yazmalarda yazılıbdır. Başda bir sərv-i səmənbər. Səmən həmən yasəmən gülüdür. Bər yanı sinə, yəni sinəsi yasəmən kimin olan sərvi, uca boylu sərvi. Yəni bir gözəl ki, sinəsi yasəmən kimi gözəldir. Başda bir sərv-i səmənbər vəslinin sevdası var. Vəslinin, görürsünüz burada da yenə də nazalınıdır. Sud qılmaz bağban nəzzarə-i gülşən bana. Bunu əslində nəzarə sözü yəni tamaşa eləmək, nəzzarə yəni tamaşaçı. Buna əgər istəsək düz oxuyaq ki, mənası düz olsun, sud qılmaz bağban nəzarə-i gülşən bana deməli, onda da vəzni pozulur. Əslində, keşkə Füzuli buna diqqət eləyərdi. Yəni, bu nəzzarə sözünü belə yazıbdır, düzgün məna vermir burada. Onun düzü nəzarədir və Nizami Gəncəvi də bir xeyli yerdə nəzarə sözü işlədib. Hər yerdə ki, nəzarə sözü işlədir, yəni tamaşaçı. Hər yerdə nəzarə sözü işlədir, yəni tamaşa eləmir. Burada Füzuli deyir ki, ey bağban, gülşənə, bağa nəzarə eləmək mənə xeyri yoxdur, sud qılmaz. Yaxşımı? Nəzarə eləmək, tamaşa eləmək. Halbuki burada nəzzarə yazılıbdır və tamaşaçı, yəni gülşən tamaşaçısı bağban mənə xeyri yoxdur. Yəni heç bir mənası olmur. Hər halda biz bunu görməzdən belə gələ bildik. Ey Füzuli, odlara yansın bu saati səltənət, yeydir ondan həq bilir bir quşəyi külxəm bana. Bu da əslində gülxəm, yarısı türk, yarısı fars sözüdür. Hamamın suyunu qızdırmaq üçün o kürək vardı, ona gülxəm deyirlər, farslar, gülxəm. Kül həmən bizim işlətdiyimiz küldür. Xən də xana sözündən gəlir, yəni külxana, ocaq. Yaxşımı? Ona burada məsələn qədim əl yazmalara baxıram, onlar da gülxən yazıbdılar, amma bilin ki, bu düzü külxəndir, külxən. Şeirin vəzni. Kargər düşməz xədənci tə'neyi düşmən bana. Failatun, 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 failun. Rəməl bəhrindədir. Və vəzni də failatundur. Dam, dadam, dam, dam, dadam, dam, dam, dadam, dam, dam, dadam. Karicər də burada diqqət eləyin ki, karicəri biz ayı çox uzatmalıyıq. 2 qat uzun səsli olsun ki, şeirin vəzni düz gəlsin. Karicər düşməz xədənci tə'neyi düşmən bana. Karicər düşməz, yəni kar eləməz, nəticə verməz. Xədənc biz ox mənasında işlədirik. Ancaq əslində bu bir ağac, bir növ ağacdır, çox sərt bir ağacdır. Farslar xədəngi deyirlər. Bizlər ona qayın ağacı deyirik. Məcazən üçün bundan ox düzəldirmişlər sərt olduğu üçün. Məcazi mənada xədəncə biz ox deyirik, ox mənası veririk. Ancaq bilin ki, xədənc qayın ağacıdır, ağac. Burada amma ağacdan düzəlmiş ox mənası verir. Kargər düşməz xədənci tə'neyi düşmən bana. Düşmənin tə'n oxu mənə təsir eləməz. Nə üçün təsir eləməz?
Kisrət-ey peykanın, kisrət yanı çoxluq. Peykan nədir? Peykan oxun başına taxılmış dəmirə peykan deyilir. Əslində yenə də məcazi mənada həmin bu peykan sözü ox mənasında işlənir. Füzuli deyir ki, mənim bədənimə o qədər sən dəmir oxlar vurmusan ki, bədənim tamamilə dəmir olubdur. Və buna görə də düşmənin atdığı taxta oxlar, tən oxları və qınaq oxları mənə təsir eləməz. Burada bu şeir başdan ayağa yumor vardır. Biz demək ki, klasik ədəbiyyatımızda, əgər klasik deyə bilsək buna, çünki klasik deyəndə Yunan və Roma ədəbiyyatına biz klasik ədəbiyyat deyirik, amma hər halda bunlara da deyək klasik ədəbiyyat. Klasik ədəbiyyatda nə Romada, nə Yunanda, nə farslarda, ərəblərdə, türklərdə, məsələn, tutalım Nizami Gəncəvidə, ya Mövlanada, ya Homerdə tutalım ki, bunların heç birində biz yumor görmürük. Ədəbiyyatda yumor demək ki, romantizmdən sonra yaranıbdır. Amma biz Füzulinin şeirlərində yer yumorlar görürük. Yəni, baxın təsvirə, yumorik bir təsvir yaraldıbdır ki, bədənimə o qədər dəmir oxlar vurmuşsan ki, bədənim dəmirə çevrilibdir və düşmənin taxtadan olan tən oxları, qınaq oxları mənə təsir eləməz. Ya məsələn, ikinci beytdə deyir ki, İmənəm səngey məlamətdən kim alıb çevrəmi, oldu zənciri cunun bir qəl'eyi ahəm bana. Cunun zənciri, dəlilik zənciri elə mənim çevrəmi alıbdır ki, dəmirdən bir qala yaraldıbdır və ona görə də mən məlamət, danlıq daşından İmənəm, əmnəmanlıqdayım. Yəni, mənə atılan danlaq daşları çevrəmdə olan cunun zəncirinin qalasına dəyir və mənə heç zad eləyə bilməz o daşlar. Ondanam rusva ki seylab-ı sirəşkim çak edər, zəxm-i tiğin qanı geydirdikcə pirahəm bana. Ondanam rusva ki, seylab yəni sel, sirişk yəni göz yaşı, çak edər, yəni deşər, çak etmək yəni deşmək, fars sözüdür. Zəxm-i tiğin yəni sənin qılıncının yarası, zəxm-i tiğin qanı yəni sənin qılıncının yarasının qanı geydirdikcə pirahəm bana. Pirahəm də yəni paltar. Yəni, sən mənə vurduğun qılınc yarasının qanı mənə paltar geyindirir. Ancaq göz yaşım axıb, onu yuyur, silir və çılpaq olub rusva oluram. Görürsünüz, burada da yenə yumordur. Andanam rusva, ondanam rusva. Elə hey istəyirəm Füzulinin öz ləhcəsi ilə oxuyum. Çünki o qədim əlyazmalarda belə yazılır, baxın. Məsələn, əvvəldən oxuyuram bunu, qədim əlyazma ilə. Kargər düşməz xədənci, tə'neyi düşmən bana, kisət-ey peykanın getmişdir dəmirdən təm bana. İmənəm sənci məlamətdən kim alıb çövrəmi, oldu zənciri cunun bir qəl'eyi ahəm bana. Andanəm rusva ki seylab-ı sirişkim çak edər, zəxm-i tiğin ciqanı geydirdikcə pirahəm bana. Dəm bədəm şəm-i cəmalından münəvvər olmasa, yəni dəm bədəm, yəni dalbadal, davamlı şəkildə. Şəm-i cəmalından, sənin cəmalının, gözəlliyinin şamından, münəvvər yanı işıqlı, nur sözündən gəlir.
Ey gözüm nuri, gərəkməzdi deyir rövşən bana. Yəni ey gözümün ışığı. Didə yəni göz, rövşən də yəni ışıqlı. Deyir ki, əgər sənin şam kimin camalından ışıq almasa, mənə ışıqlı gözlər lazım deyil, ey mənim gözümün nuru, ey mənim gözümün ışığı. Dəmbədəm şəm-ey cəmalından münəvvər olmasa, ey gözüm nuri, gərəkməz didə-ey rövşən bana. Hiç məskəndə qərarım yoxdur olu zövqdən. Yəni, heç o zövqdən, o həyəcandan, heç bir məskəndə qərarım yoxdur. Yəni, səbr qərarım yoxdur, dözə bilmirəm. Heç bir yerdə dözə bilmirəm. Hansı zövqdən dözə bilmirəm? Kim qaçan, indi qədim elə xəçən yazıblar. Kim xəçən, xaki səri kuyinc olə məskən bənə. Belə bir qədim ləhcənin, Füzulinin öz ləhcəsindən olsa belə oxuyar. Heç məskəndə qərarım yoxdur ol zövqdən, kim haçan, qaçan, ki haçan, xaki səri kuyin, xaç yanı torpaq, sər yanı baş, kuy da yanı küçə, ola məskən mənə. Yəni o zövqdən qərarsızam və səbirsizəm ki, haçan sənin küçənin torpağı mənim üçün məskən olsun. Yəni, sənin küçəndə gedim, oturum torpaq üstündə. Yəni, mənə yol versinlər, sənin evinə yaxın bir yerdə yaşayım. Başda bir sərvi səmənbər vəslinin sevdası var. Mənim başımda Yasəmən kimin ətirli, təravətli, uca boylu sərvin vüsalının, onun vüsalına çatmağın, onunla birlik olmağın sevdası var. Sud qılmaz bağban, nəzzare-i gülşən bana. Ey bağban, bağa baxmaq mənə heç bir xeyri yoxdur. Çünki mənim başımda bir uca boylu sərvin, hansı ki, həm də səmənbərdir. Sinəsi səmən kimidir, onun vəslinin sevdası var. Ey Füzuli, odlara yansın bu saat-i səltənət. Yeydir ondan həq bilir bir quşe gülxəm bana. Ey Füzuli, səltənət bu saati, səltənətin nüvarı yoxu, odlara yansın. Yeydir andan həq bilir, Tanrı bilir ki, ondan daha yaxşıdır, yeydir. Bir quşeye gülxəm bana, bir dənə hamam ocağının köşəsi, qırağı, orada yaşamaq 1000 dəfə məndən səltənət busatından daha yeydir. İndi bunu əgər qədim dilindən oxusaq, ləhcə ilə belə olur. Ey Füzuli, odlərə yansın busat-i səltənət, yecdir andan həq bilur bir cuşe külxəm bana.